Həmraqdınız xeyir əziz tamaşaçılar. SBC Sport Yevlax şəhər stadionundan canlı yayıma start verir. Misli Premier Liqasında 26-cı tur başlayır və ilk oyunda Kəpəz və Qəbələ komandaları üz-üzə gəlirlər. Məhz bildiyiniz kimi ev oyunlarını Yevlaxda keçirən Gəncə təmsilçisi mövsümdən vacib oyunlarından birinə çıxır. Belə ki, hər iki komanda liqada qalma uğrunda mübarizə aparırlar və hal-hazırda qonşu pillələrdə qərarlaşıblar. Turun açılış oyunudur. Bugün iki oyun başlayacaq bu tur çərçivəsində. Vüqar Həsənli saatına baxır və start işarəsini verdi. Oyun başladı. Kəpəz Qəbələ 26-cı turun açılış oyunu və eyni zamanda ən maraqlı maçlarından biri məhz nəticə baxımından, nəticənin turnir cədvəlinə təsiri baxımından. Sezinə Keyta, Baluanın zərbəsi uzaqdan. Yusuf İmanov səhvsiz oynayır. Out əl dəyişdi. İndi isə Balua sürət yığır, çərməşi daxil oldu. Ədreli Balua ötürməsi qapı önünə. Gücü çatmadı artıq. İstədiyi ötürməni etmək. Sambusi Sokkon zərbəsi. Müdafiəçilər düş gəldi. Akinade topu qazanır. Akinade və Yusuf İmanov. Kəpəzi qoldan xilas etdi. İlk seyf, ilk təhlükəli vəziyyət Kəpəzin qapısı qarşısında yaşandı. Müdafiəçilərin səhvindən istifadə edən İsmail Akinade ilk zərbən müəllifi oldu, amma vaxtında reaksiya göstərdi. Ayağı ilə zərbəni dəf etdi Yusuf İmanov. Cərimə meydançı istiqamətə ötürmə. Fərid Nəbi, Paçu və vaxtında Səlahiyyət Ağayev qapısını tərk edərək topu tutdu və qayda pozuntusu da qeydə alındı Qəbələnin qalkibrinə qarşı. Eşqin Əhmədov topladı. Qarşısında Rəhman Hacıyev var idi. Eşqinin ötürməsi qapı qarşısında başla zərbə Balua. Dəqiq olmadı. Ola bilsin Balua topu Akinade'ye bıraksaydı. Tamam, fərqli nəticənin şahidi olacaqdı. Azərbaxırov özündən çıxır. Murad Musayev, pressing Paçu'dan. Paçu'nun ötürməsi qapı boşdu. Zərbə, yenidən Paçu'nun önünə düşdü top. Paçu daha bir ötürmə verir. Mamadou və son anda müdafiəçilərdən top meydandan çıxır, lakin artıq offside-dı qeydə alındı. Bayraq havadadır. Çox güman ki, Paçu ikinci dəfə topla rastlaşanda artıq oyundan kənar vəziyyətdə idi. Sola, Masumu pasivdə elə ki bu oyunda. Nuqay Rəşidovun zərbəsi. Yusuf İmanov. Topu tutdu, məsuliyyəti öz üzərinə götürdü. Gənc Qəbələ yetirməsi Nuqay Rəşidov və zərbə indirdi qapı istiqamətində. Zərbəsi çox təhlükəli və kifayət qədər qüvvətli alındı. Ovusu cərimə meydançasında ötürməsi Akinade və Yusuf İmanovun daha bir seyvi. Şahverdiyevin zərbəsi qapıya və Səlahiyyət Ağayev topu dilin altından çıxarır. İlk təhlükəli zərbə Qəbələnin qapısı çərçivəsində və Səlahiyyət Ağayev komandasını qoldan xilas etdi. Bir qədər öncə haqqında xoş sözlər dediyim Ehtiram Şahverdiyev gözəl qola imza ata bilərdi. Son dəqiqələrdə Rəhmancının ötürməsi qapı qarşısında birbaşla topu qapıya fırlatdı və son toxunuş kimdən? Səlahiyyət Ağayevdən. Kəpəzin cərimə meydançasında Qəbələ formasında olanlardan söhbət gedir. Başla zərbə. Akinade. Top elə onun toxunuşundan sonra meydanı tərk elədi. Topu bu isə Vüqar Həsənlinin ilk hissədə sonuncu fiti. İkinci hissə başladı. Kəpəz futbolçuları dərhal topu irəli göndərirlər. Qəbələ pasında sarı vərəqə var deyə. Ötürmə qapı qarşısında Şahverdiyev zərbəsi. Səlahiyyətin seyvi. Hücum davam edir. Ötürmə qapı qarşısına. Zərbə indirən tapılmadı Kəpəz futbolçularından. Fofana zərbə əvəzinə ötürmə verdi qapı qarşısına. Yekunda Qəbələ üçün hər şey yaxşı bitdi. İlk təhlükəli vəziyyət ikinci hissədə məhz Qəbələnin qapısı qarşısında yaranır. Burada isə Akinade qarşı Abuladze qaydanı pozdu. Masumu. Akinade çevrilir. Balua top gözləyir. Akinade ləngidi, amma ötürmə vermə imkan tapdı. Balua. Güncdən zərbə olacaq. Muraddan irəliyə ötürmə. Akinade saxladı topu Balua üçün. Balua, Akinade'nin qapı önünə. Qapı boş idi, amma topa toxunan tapılmadı orada. Balua özü çatdırır topa. Sol cinahda. Və Rəhman Hacıyevdən top meydanı tərk edir. Güncdən zərbə. Rəhman Hacıyev. Rəhman topu itirir, əks hücum şansı. Azlıqda yaxalaya bilər rəqibini Qəbələ. Akinade topu qəbul etdi. Abuladze önündədir, vaxtında Hüseynli geriyə qayıdır və topu Kəpəzə qazandırır. Ötürməsi cərimə meydançasına Paçu topu saxladı. Fərid Nəbiyev. Ötürməsi Rəhmana. Rəhman zərbəsi Səlahiyyət Ağayev. Topu tutur.
Camal. Cərimə içi daxil olur. Zərbəsi qapıya yaxın küncə. Lakin Səid Ağayev sıradan çıxdı. Şakir Seyidov önü boşdu. Şakirin zərbəsi Səid Ağayev. Bu dəfə Səlahiyyət topu yaxın küncdən çıxarır. Dərhal canlanma Evlaq şəhər stadionunda. Kəpəz azarkeşləri sözsüz ki, burada çoxluq təşkil edirlər. Camal Cəfərov ötürməsi ünvana çatmır. Dərhal irəli ötürmə. Akinade istiqamətdə. Akinade topu önünə attı. Akinade. Akinade! 1-0 Qəbələ hesabı açır. İsmail Akinade 74-cü dəqiqədə Kəpəzin qapısına yol tapdı. Müdafiədən edilən ötürmə. Isaac Amoa idi bu səhv etmirəmsə. Sadəcə top önünə düşdü və dərhal topu Akinade istiqamətdə göndərdi Amoa və nəticədə Akinade topu önünə attı. Cərimə içi daxil oldu və dəqiq zərbə ilə. Baxaq təkrara. Ofsaydı ilk baxışdan görünən odur ki, Mate Abuladze pozurdu. Akinade düzgün mövqeydə idi. Daha sonra Tobrunda da sona qədər çox yaxşı mübarizə apardı Akinade. Verdaskadan önə çıxdı. Zərbə mövqeyinə də çıxdı və yaxın küncə dəqiq zərbə indirdi. Çox qüvvətli zərbə indirdi və Yusuf İmanov topu çıxara bilmədi. Hər halda yaxın küncə buraxılan qollar həmişə qapçıların məsuliyyətindədir. Amma Akinade'nin də zərbəsi ədalət naminə söyləyək ki, yaxşı alınmış dəqiqətən. Prince Ovuso. 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 Və Yusuf İmanovun üzərinə gəldi top. Sol cinahda Ovuso. Nicat Əliyev. Zeydina Keita. Daha bir ötürmə. Masumu. 2-0. Domi Masumu. İkinci topu Kəpəzin qapısına göndərir və bununla da artıq oyunun taleyinə aydınlıq gətirir çox güman ki. 90-cı dəqiqədə Qəbələ ikinci qol vurmağı bacardı. Kəpəz 0, Qəbələ 2. Qəbələ üçün bu dövrənin ən vacib oyununda komanda 2-0 hesabı ilə önə çıxır və oyunun sonuna çox az vaxt qalıb. Domi Masumu bu əks hücumu dəqiq zərbə ilə yekunlaşdırdı. Bu da qol rəqsi. İzliri təkrarı. Nicat Əliyev topu Zeydina Keita'ya ötürdü. Keita özü zərbə indirmə imkanına malik idi, amma gözlədi, baxdı, sağa ötürmə verdi. Masumu bir toxunuşla topu Yusuf İmanovun qoruduğu qapının uzaq küncünə göndərdi. Və öz adını tabloya yazdırdı. 0-2. 5 dəqiqə əlavə olundu yeri gəlmişkən ikinci hissənin əsas vaxtına. Düzdür, futbolçuları barışmaq niyyətində deyirlər. Hücumlarını davam etdirirlər. Ötürmə qapı qarşısına başla, zərbə alınmadı Abuladze'də. Başı üzərində aşırma zərbə Rauf Hüseynli və Səid Ağayevin seyvi. Ovusu, o da qol vurmaq istəyir. Ovusu 2 nəfəri keçdi. Yenidən Ovusu topladı. Zərbə və boş qapıdan topu çıxarır. Boş qapıdan topu çıxardı Ümid Səmədov. Qəbələ ölümdirim oyununda 10-cu pilləyə yüksəlmək mənasında ölümdirim oyununda qələbə qazanır. Kəpəzi Yevlaxda 2-0 hesabı ilə məğlub etdik. KXB Çıxadasının yetirmələri.